Bir xanımın kişisindən küsməsi o kişi üçün böyük bir nemət, xanımı üçünsə çox böyük bir fürsətdir. Kişi üçün ona görə nemətdir ki, xanım kişidən küsürsə, demək ona hələ də sevgisi var, dəyəri var, sayğısı var və ona bir kişi kimi dəyəri olduğuna görə ondan bir gözləntisi vardır. Xanım üçün isə o vaxt fürsətdir ki, xanım küsərkən o küskünlüyün içinə işvəsini, ədasını, nazını qataraq öz xanımlığını təsdiq elətdirir və həyatı dəyərləri ilə evliliyini, sevgililiyini və yaxud da münasibətini möhtəşəm bir yeni bir mərhələyə keçirmiş olur. Xanımlar adətən iki cür küsür. Biri var küsəndə yalnız kişisindən küsür. İkinci tip küskünlük isə kişisi ilə yanaşı bütün kainattan küsür. Geyindiği paltardan küsür. Yemek yediği qabdan küsür. Ne bileyim küçədə yeriyen erkek pişikdən küsür. Və beləliklə hər şeydən küstüyünə görə sakitcənə oturur, susqunlaşır, qaşqabaq yerlə gedir və neynəməyə başlayır? Adətən bu cür küskünlüklər zəif insanları, manipulativ kişilər üçün sərf edir. Niyə? Çünki onu komfort bir sahəyə çevirərək susqunluqları ilə sakitləşirlər, güya huzura qovuşurlar. Ona görə küsərkən yalnız kişidən küsmək lazımdır. Digər rutin həyatını isə daha xoşbəxt formada davam elətdirmək lazımdır. Necəsə mən əlayam, sən də əla ol, soruşma necəsən. Və sənin susqunluğun, digər mahnı oxuya-oxuya qab yumağın, nə bilim axı, digər rutinivi daha da belə xoşbəxt halda davam elətdirməyin kişidə bir paxıllıq yaradacaq. Və kişi səni daha çox xoşbəxt etmək üçün əlləşəcək. Qətiyyən və qətiyyən kişidən küsərkən eyni zamanda bütün kainatdan küsməyin. Ümumiyyətlə küsmək xanıma yaraşır. Çünki küsmək xanımın işvəsinin nazını ortaya qoyaraq onun xanımlığını təsdiqlədir və kişini isə bir mübarizəyə aparır, əzmə aparır və beləliklə sevgililik, münasibət və yaxud da ailə yeni bir möhtəşəm mərhələyə keçir. Hər zaman küsərkən birbirinizlə daha möhtəşəm barışıb, daha super, daha huzurlu, xoşbəxt bir həyata davam etməniz diləyilə. Xoş qalın, xoşluqla qalın.